Dəyərli izləyicilər, hamını salamlayıram. Budur növbəti gün, növbəti tıraş icmalımız olacaq. Bugünkü deməli səbəbkarları müxtəlifdir, deməli hədiyyələrdir. Yəni ki, bir neçəsi bu iştirak edənlərin. Deməli, başlayaq başdan. Yəni ki, əsas səbəbkarımız olacaq Kingsi Gillette adlı belə bir üz qırxandır. İş yoldaşım, ağsaqqal Naib kişi xaricə gedib, ona oradan mənim üçün hədiyyə olaraq bu üz qırxanı gətirib. Kingsi Gillette Avropada çox satılan və kifayət qədər tanınan bir üz qırxandır. Çalışaq bunu necə eləyim? Tiyələri də var, amma icazə verməyiblər. Deməli, gömrükdə ya harda, samalyota tiyələrlə icazə verməyiblər. Ona görə qutu boşdur yoldaşlar, yalandan müştürdə. Bütün tiyələri çıxardıblar. Çox təəssüflər olsun. Amma yenə də çox sağ olsun, kişi əziyyət çəkib bunu bizə bura nümayiş etdirmək üçün, tıraş olunmaq üçün gətirir. Sağ olsun. Bax da yenidən budur. Üz qırxanımız Gillette Kingsi. Və dərhal deyim ki, bizdə bu üz qırxanla olacaqlar Timor tiyəsi. Artıq bilmirəm neçənci istifadədə olacaq bu Timor. Üçüncü, dördüncü bilmirəm. Deyilənlərə görə 10 dəfə qırxılmaq olur bir tiyə ilə. Ona görə onu eksperiment etmək üçün məhz bu tiyə olmayacaq. Mən niyə görə çıxardıram bu tiyəni? Bu yolla getmək. Yox, nə belə, nə bu yol, nə bu yol. 10 ədəd olur qutuda, düzdür? Baxaq. Yoxsa 5 dənədir. Maraqlıdır. 10 ədəd olmalı. Elədir, 10 dənədir. Bunda bir də var. Timor tiyələri qutuda 10 ədəd olur. Onu yoxlayalım, üzürlü sayın. Biraz vaxtınızdan gelir, çox üzürlü sayın. Yaxşı, bundan sonra baxarıq, qoyuram qırağa. Nə etmək istəyirəm? İstəyirəm ki, tiyəni yerləşdirim. Baxaq, necə görsənim, yoldaşlar. Açılması heç xoşuma gəlmədi. Budur, kağız bir dənə qısab qoyublar. Yəni, birinci istifadədir. Çıxardaq. Ehtiyatla. Çıxdı. Və bizim tiyəni yerləşdiririk. Tiyəmiz Timor. Çox kəskin tiyələr kimi gedir. Burada nömrəsi də var. Görsənirsiniz qapaqda. Tak. Deməli, mən bunu yerləşdirirəm, amma yenə də özümlə nə gətirdim, yoldaşlar? Özümlə bir dənə də üz qırxan gətirdim bura. Ki, sizə görsədim ki, hansı üz qırxanı və yaxud nəyi xatırlayır bizə. Budur, tiyə, bulaqlar çöldə biraz. Kimin üçünsə bu mənfi hal kimi olar. Mənim üçün okeydir. Budur, hər iki tərəfdən eyni qədər tiyələr çıxır. Gövdəsindən o qədər də çölə çıxmır. Yumşaq qırxmalıdır mən bildiyim qədər. Gillette Kingsi. İşarəsi. Kimi xatırladır yoldaşlar? Merkur. Merkur 34 başlığı.
kiçikdir. Demək olar ki, birə-birdirlər. Ölçüləri. Bir sekund. Bəli. Tamamilə doğru. Bəli, birə-birdirlər demək olar ki. Biraz örtdüyü Kingsi də daha keyfiyyətli görsənsə də belə, amma bilmirəm. Bu yəni ki, xırda məqamlardır, amma bəli, çox xırda məqamlardır. Görürsünüz, buradakı bu naxışı burada, hələ də burada biraz başqa görünür. Baxın, çox xırda məqamlardır, əmmalardır. Amma yenə də başlıq birə-bir 34C-yə bənzəyir. Görək qırxmaq necə olacaq. Merkur 34C-dir. Onu da qeyd edim. Yəni Merkurdan müəllimsi əsərlər, müəllim bir sözlə kopyalayıblar. Başlığı yəni birə-birdir. Görək necə qırxacaq, mənə çox maraqlıdır. Növbəti səbəbkar olacaq kimi yoldaşlar. Deməli, bunları bura qoyuruq. Növbəti səbəbkar olacaq, çox hörmətli İlşən müəllim, ağsaqqal, iş yoldaşımdır. Mənim üçün belə bir dənə sabun gətirdi, hədiyyə etdi. Mən bunu artıq istifadə etmişəm ki, görüm necədir qoxusu. Qəşəng belə klasik qoxusu var, çox maraqlı. Mentol belə, nə bilim, evkalipt. Çox qəşəng. Bilmədim hansı ölkəyə aiddir. Mənə də maraqlıdır, baxıram. Əgər səhv etmirəmsə Polşandır, amma yenə də əgər kimsə görürsə Polşa söhbəti, burada P-lı yazısı var. Bir sekunde, Poland. Tur Lider adlı belə krem şəkildə olan bizim sabunumuz olacaq bu gün. Həmin bu Liderə aid olan belə aftershave-imiz də olacaq, lasyon. Çox gözəl qoxusu var. Çox mükəmməl, qəşəng, klasik qoxusu var. Görək tıraşımız necə olacaq. Fırça olaraq olacaq bizdə yoldaşlar. Sintetik fırçadır. Bu GC5'dir yoxsa 5CG-dir, nədir bu? Təzə növ sintetik fırçalardır. Maksimum dərəcədə zahiri görünüş ilə porsuq fırçalara oxşadıblar. Xüsusilə silver tip, yəni bu ucluğu, yəni silver bizdə gedir gümüş ucluğu, yəni ki bu kimi rəngə oxşadıblar. Amma zahiri görünüşüdür. Yumşaqlığı, yəni ki sintetikanın yumşaqlığı daha çox yumşaqdır. Deməli özünə xüsusi hansısa bir bu deyək də porsuğa aid olan hansısa bir qulluğa ehtiyac yoxdur. Yəni şampunlarla yumaq, tıraşdan sonra, tıraş öncə bir nə qədərsə vaxt isti suda saxlamaq, bu kimi haqq-hesablar yoxdur. Sintetik fırça çox qısa bir zamanda axar suyun altında saxlayıb, sıxıb və dərhal işə keçə bilərsiniz. Bu fırça deməli bütöv olmayıb, sapı ayrı olub, başlığı ayrı almışam. Upshaving.co adlı saytı var. Oradan bunun bu loft hissəsi, sapı isə DS Cosmetic'indir. Deyəsən burada yazı da var ki DS Cosmetic'dir. DS Cosmetic'in sapıdır. Çox hörmətli vaxtı ilə Rəhman abimiz bunun 2 dənə sap mənə hədiyyə etdi. Biri də budur. Əgər səhv eləmirəmsə, burada diametri 28 millidir, kifayət qədər, yəni ki böyükdür diametri.
Görək performansı falanı düşündüm ki, bu ki kremli sabundur və ki məhsuldarlığı maksimum dərəcədə olsun. Bu krem şəkildə olan bizim bu sabunun ən idealı deməli Upshave'nin bu sintetik fırçanın loftu ideal olar. Ona görə belə bir seçim. Görək, tiyəmiz olacaq, bilmirəm, 4-cü istifadə yoxsa 3-cü istifadə yalançı çıxaram. Amma deyilənlərə görə Timor tiyələri 10 dəfəyə qədər tıraş edilmək olur. Budur, mənə də gəlir ki, bütün iştirakçılar haqqında danışdım və icmalın davamına keçirik studiyaya, birbaşa üz qırxmaq prosesinə. Orada görüşmək ümidi ilə. Sağ olasın. Dəyərli izləyicilər, budur, davam edirik. Deməli, artıq köpüyü üzümüzə çatdırdıq, yəni ki, keçirtdik. Budur, Lider adlı krem şəkildə olan, dediyim kimi bu deməli fırça ilə özüm düzəltdiyim yay qabda hazırdır və yeganə deməli nə əlavə olundu, o ki, bundan qabaqki tıraşda dedim də Timurla bitirdik, son tıraşı idi. Vizamed Iridium Super tiyələrdən götürdüm, seçdim, budur. Və ümid edirəm ki, normal olacaq bizim tıraşımız. Budur, üz qırxanımız Gillette Kingsi Super Iridium tiyələrlə. Saqqalın deməli yaşı hardasa 2 gündür, 48 saat, bəlkə biraz çox, biraz az. Sonra iştirakçılara demək olar ki, hamısını təzdən dedim. Sizə bircə dəyişikliyi oldu ki, Iridium Super tiyələr ikinci istifadədə 48 günlük saqqalda. Başlayaq. Deməli, nə xatırladır? Bu başlıq Gillette Kingsinin deməli 34C Merkur'un başlığı. Bəli, demək olar ki, eyni belə deyək, üz qırxanlardır. Hissiyyata görə belə böyük bir fərqi hiss etmirəm. Çox qəşəng köpük alındı bu Lider adlı kremindən. Çox qəşəngdir. Yəni yağlığı falanı, yəni sürüşkənliyi, hər şey öz yerindədir. Heç düşünə bilməzsən ki, bu krem, belə deyək, kremdən hazırlanan köpükdür. Daha çox sabun köpüyünə oxşadır özünü. Sıxlığı falanı yaxşıdır, xoşuma gəldi. İstədim deməli bu tıraşda istifadə edim Gillette Platinumu. Amma burada əlimin altında olmadı. Ərindim, gedim o birisi otağı oradan gətirim. Ona görə gördüm daha hazır iridiumdur. Bir dəfə artıq tıraş olmuşam onunla. Ona görə da ikinci tıraş olunmaq, hələ iridiumu da yoxlayaq fikirləşdim. Bu super iridium tiyələri. Amma hiss olunur ki, o ki uzun müddətdir bir dəfə istifadə elədiniz, gərək arda-arda eyni tiyəni istifadə edəsiniz. Əgər o vaxt çərçivə böyükdürsə, misal üçün 1 ay, 2-3 həftə atın getsin, yəni ikinci dəfə getmir artıq həmin tiyə. Özdə fərq etməz.
nə brend olursa olsun, yəni o artıq öz keyfiyyətini itirir. Çünki bu tiyələrin deməli o kəskinliyi azalmasın deyənə müxtəlif belə faktorlar var. Bir mexaniki var, bir var vaxt keçdikcə özü eroziyaya gedir o kəsən kənarın ucu. Birinci pərdə sona yetdi yoldaşlar. Hələ ki onu dəqiq bilirəm ki, kifayət qədər yumşaq qırxır üz qırxan. Yəni qeyri-adi bir şey yoxdur üz qırxanında. O Gillette Kings'dən söhbət gedir. Hələ 34 C başlığından hələ də çox seçilmir, çox oxşayırlar, bənzəyirlər bir-birlərinə. Bir köpüyü üzümüzə çəkək və keçək ikinci pərdəyə, saqqalın böyümənin əks istiqaməti qırxacaq. Mentol iyi gəlir, amma özü mentol var, amma çox azdır. Mentol iyi xatırladır mənə. Görək yoldaşlar necə olur böyümənin əksinə. Gündəlik tıraş üçün ideal üz qırxandır yoldaşı. Çox xoşuma gəldi. Çox yumşaq qırxır. Görək sonda nə olur. Yoldaşlar, tıraş DFS-də əslində bu üz qırxan bacardığı elə budur. Yəni bundan nə isə qeyri-adi bir çox yaxın tıraş gözləmək, yəni ki, düzgün deyil. Bununla da tıraşı yekunlaşdıra da bilərik. Amma bir pərdə tez bir zamanda yedim. Hər dəfə deyirəm etməyəcəm, amma edirəm nədənsə. Bir pərdə də yedim tez bir zamanda.
Demək olar ki, sona çatdı tıraşımız. 3 pərdə etdi. Tez bir zamanda üzümü yaxalayıb qayıdıram yanınıza. Biraz səbirli olun. Budur yoldaşlarım, mikrofon təzdən taxdım. Yerinə Lider adlı. Onu da yadımdan çıxmışdı. Elşən abi çox təşəkkür edirəm. Deməli, mən əgər sərf etmirəmsə, bu Polşa istehsalı olan deməli məhsullarıdır. Bu Lider məhsulları. Bilmirəm, bu fokuslama nə yerdə pis deyil. Budur. Bu da krem. Artıq siz yaxından görmüşdünüz. Bu da bir neçə dildə yazılıb. İngilis, klasik. Varşava, Polşandır. Çox xoşuma gəldi, çox keyfiyyətlidir yoldaşlar. Belə üzə qarşı çox qəşəng kremdir. Yəni ki, boymur, yəni çapıq falan olsun, çox xoşuma gəlir. Qurumur. Bilirsiniz, adətən bu kremlə olan əsasən də Prarasodur, bu arkadır. Tez bir zamanda quruyurlar. Budur. Əlavə, bu çox oldu. Dozatörün deşiyi çox böyükdür. Onu üstümüzə çəkək. Qoxusu, mükəmməl. Çox qəşəng qoxusu var. Qəşəng, klasik qoxusu var. İğnə batan kimi belə hissiyat var. Çox gözəl qoxusu var. Çox qəşəng, çox xoşuma gəldi. Çox təəssüflər olsun ki, bizdə Bakıda satılmır. Çox xaif. Çox qəşəng, çox xoşuma gəldi. Krem də xoşuma gəldi, aftershave də xoşuma gəldi. Elşən abiyə dərindən böyük təşəkkürlər. Çox sağ olsun. Təşkil elədi, hədiyyə etdi mənə. Gördüyünüz kimi yarım çıxdı. Yarısını bilmirəm kiməsə hədiyyə elədi. Yarısı mənə. Çox sağ olsun. Allah razı olsun. Sevindirici haldır. Həm krem, həm də bu aftershave çox xoşuma gəldi. Çox qəşəngdir. Hələ yenə də tıraş olunmaq olar. Bir dəfədə bu qədər də qaldı. Azca deməli seçilir, deməli kremin qoxusu və aftershave'in azca, yox, biraz ayrılığı var belə qoxularda, amma ümumilikdə çox qəşəngdir. Deməli bu köpüğün özəlliyi nədə idi? Birincisi, gördüyünüz kimi tez bir zamanda örtürdü üzünüzü, ağarmırdı. Yəni ki, öz o sıxlığımı deyək, onu saxlayırdı və üstə gəl qurumurdu. Sanki nəm qalırdı. Üzünüzdə köpük yox, kremdir sanki elə bir təəssüratlar yarandı. Yəni çox xoşuma gəldi. Qaldı 140-ana yoldaşlar. Mən belə böyük fərq hiss etmədim. Deməli 34C başlığı ilə bu Gillette King C-nin arasında olan fərqi böyük deyil. Amma yenə də ola bilsin çox cüzi bir fərq var, amma mən onu hiss etmədim. Iridium tiyələr də elə də yəni küt tiyələr deyil. Deməli 34C başlığın özəlliyi nədir yoldaşlar? Nə cür tiyə salacaqsınız, yerləşdirəcəksiniz bu 140-ana. Elə də qırxacaq. Yəni ki, məndə hal-hazırda buraları o 3-cü deməli pərdədə problemli yerlərim, yəni ki, tərtəmizdir, yaxın oldu. Eyni zamanda da kifayət qədər, necə deyim sizə, komfortludur. Yəni heç bir çapıq falan, heç nə olmadı. Mən dincəldim bir sözlə, ay nə bilim bunu belə tutum, kəsməsin falan, belə şeylər olmadı. Əlinəcə gəldi, tez tələsə üzümü qırxdım. Bir dənə də çapıq, qanama falan olmadı. Yəni ki, belə deyək, yekunda nə deyə bilərəm, təzə başlayanlar üçün, üstə gəl, tez-tez üz qırxanlar üçün ideal bir seçimdir. Bilmirəm, mən 7 günlük saqqal saxlasam necə qırxacaq, yalan deyərəm, mən o qədər saxlamıram adətən. Bilmirəm, yəni yalançı çıxaram. Amma belə 2 günlük saqqalı çox qəşəng qırxdı, xoşuma gəldi. 3 pərdəyə düzdür, amma yenə də çox qəşəng, yəni çapıq falan olmadı. Deməli, mən elə gəlir ki, bütün iştirakçılar haqqında danışdıq. Fırça haqqında gəldikdə isə təzə sintetik deməli
artıq təzə deyil. Bundan sonra başqa modellər də çıxıb. GC5-dir, axır C5-dir bilirəm, yəni G5 ilə tutarır. Bunun deməli aldığım sayt Up Shaving Co. Bu videonun altında olan ayarlarda atacağım. Gillette Kings'i bir çox marketplace-lərdə satılır, Amazonda, harda gəl, aeroportlarda da deyəsən duty free-lərdə də satılır. Yəni ki, bunu tapmaq asandır. Bizdə Bakıda görməmişəm Gillette Kings'in satışını olub-olmamağı. Qaldı bu kremə, mən çalışaram tapım hansısa marketplace-də, yəni internetdə, yəni bizdə yoxdur, Azərbaycanda yoxdur. Elşən abi necəsə, indi çox sağ olsun. Yəqin Polşadan aldırıb, ya özü gedib, ya necə olubsa, əlinə düşüb, bizi yaddan çıxartmayıb, sağ olsun. Bizə bu lider deməli, həm krem, həm də ki, aftershave losyonu bizim bu deməli, video üçün təqdim edilib. Çox sağ olsun, test üçün də hədiyyədir. Alacaq məndə, urra. Elə yəni, bu qədər yoldaşlar. Sağ olun, gələn görüşlərinə dək. Sağ olun.